Salam hər kəsə, mən Baterqa bəy. Bildiyiniz kimi biz ötən videoda göstərdik ki, dostumuza Tesla Model Y 2024 modeli aldıq və ondan sonra mənə müxtəlif suallar ünvanlamağa başladı ki, hansı daha üstündür, sedan variantı yoxsa crossover variantı, yəni Tesla Model Y variantı. Mən istərdim ki, Tesla Model Y modeli haqqında qısaca da olsa bir məlumat verim. Bu gördüyünüz maşın crossover adlanır. Ümumiyyətlə platforma Tesla Model 3 üzərində qurulub. Batareyaları belə deyək, long range və sadə variantı olmasına görə dəyişir. Mühərriki RWD-dir. Ancaq digər belə deyək, mühərriki isə AWD olan, yəni dual motor olan variantları da vardır. Məsafəsi, yəni range 455-533 km arasında dəyişir. Sürətlənməsi 0-100 km 5-6 saniyədir. Salon minimalist interyerə malikdir. Teslaların hər birində olduğu kimi 15 düymlük ekran və ümumiyyətlə geniş baqaja malikdir. Ağıllı funksiyaları dedikdə, yəni Teslaların bütün modellərində olduğu kimi bu variantda da var. Yəni avtopilot, kamera əsaslı təhlükəsizlik sistemləri, oto yeniləmələr və digərləri. Ümumiyyətlə yenə bildirmək istərdim ki, Tesla Model Y variantı da Tesla Model 3 üzərindən qurulub və arxadan gördüyünüz kimi də bu maşında Tesla Model 3-ə, yəni sedan variantına nisbətən geniş baqaja malikdir. Bildiyiniz kimi mən müqayisə xarakterli indi öz avtomobilini də göstərmək istərdim. Mənim avtomobilim 2024-cü il Tesla Model Highland 3 Highland versiyasıdır. İndi isə istərdim ki, salon hissəsini göstərim. Salon hissəsində siz bəzi hissələrdə görə bilərsiniz ki, dəyişiklikləri, məsələn, ambiyans işıqlarının olması, rol interyerinin dəyişilməsi, arxa hissəsi də bir qədər səliqəsizdir. Buna görə üzrxahlığımı bildirirəm. Mən bildirmək istəyirəm ki, peşəkar deyiləm. Mən ümumiyyətlə həvəskaram və çalışıram ki, Tesla haqqında sizə məlumatlar ötürməyə çalışım. Bəs siz hansını fikirləşirsiniz? Hansı maşını seçərdiniz? Sedan variantı yoxsa crossover variantı? Zəhmət olmasa fikirlərinizi rəy bölməsinə yazın. Və əgər Tesla Model Y və Tesla Model 3 haqqında əlavə məlumatlar əldə etmək istəyirsinizsə, rəy bölməsinə yaza bilərsiniz.